Nüsrətlə Cezene Burak. Hamı tanıyır qlobalda, amma Türkiyədə indi tanınırlar. Niyə videolarımız qlobala çox da çıxmır? Bizdə Çağayev də bunu etdi və biraz insanlar qınadılar. Bu nədir? Oynayaraq rəqs idman olar. Əslində yenilik idi. Məsuliyyət yoxdur da. Pulumu almışam, çəkmişəm. Məndən bitdi. Mən işimi Mən gördüm. göründüm. Hə. Amma məsələ o deyil axı. Məsələ influencer nə deməkdir? Yəni gətirir, cəlb eləyir və bunu satmağa çalışır. Hər hansı bir biznesin strategiya olmadan uğurlu olma ehtimalı, nə bilim, bəlkə 100%-də 1-dir də. Reklam necə bir ciddi ola bilər? Reklamda bir emosiya olmalıdır, bir komediya olmalıdır ki, insanlara maraqlı gəlsin və o maraqdan biz məhsul satmağa çalışaq da. Viral olmaq üçün artıq alqoritm özü hesablayır. Yəni sadə dillə hesablayır. Çox insan buna ki, nə bilim, kəşfiyyatın vaxtı var. Əslində kəşfiyyatın vaxtı yoxdur. Sadəcə bunu hype xatirinə, özlərini izləyici qazanmaq üçün edirlər. Ələmdar Manafov 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 195 nömrəli məktəbdə almış, daha sonra Azərbaycan Texniki Universitetində ali təhsilini tamamlamışdır. Peşəkar fəaliyyətini marketinq konsultasiyası və sosial media üzrə ekspert kimi davam etdirir. O, Be Positive şirkətinin qurucusudur. Hobbilərinə yeni insanlar tanımaq, öz-özünə sual-cavab etmək və dostlarla vaxt keçirmək daxildir. Ailəlidir. Ələmdar bəy, xoş gördük. Xoş gəldiniz. Niyə videolarımız qlobala çox da çıxmır? Problem kimdədir? Bizdə, yoxsa qlobalda? İlk öncə bizdə insanlar strategiyanı düzgün başda verməlidirlər ki, mən yerli bazar, lokal bazarı istəyirəm, yoxsa qlobal bazarı. Çünki bizim sahəmiz qlobal bazara uyğundur, yoxsa yox. Məsələn, biz şəxslərlə danışanda, işləyəndə həmişə birinci onlarla ilkin konsultasiya edirik ki, görək bu şəxs hansı sahədədir. Məsələn, uşaq psixoloqudur. Biraz danışandan sonra, yarım saatdan sonra xanım qeyd etdi ki, mən uşaq psixoloquyam və qlobal bazara çıxmaq istəyirəm. Və mən qeyd etdim ki, mən bilmirəm uşaq psixoloqu necədir. Və elə o özü bu sözdən ilhamlandı və qayıtdı ki, bir dəqiqə mən başa düşdüm. Bakının kəndlərində belə uşaqların psixologiyası tam fərqlidir və mən çox çətinlik çəkirəm hər bir uşağın ayrı-ayrı işləmək. Birinci həmən zonla düşüncəsinə baxıram, daha sonra həmən uşaqla işləməyə başlayıram. Və o düşündü ki, mən Avropada, ABŞ-da artıq bunu işlədə bilmərəm. Yəni Milanda hansısa bir məhəllədə olan bir uşağın uşaq psixoloqu işləyə bilməz. Ona görə biz ilk öncə seçməliyik. Biz yerli bazar istəyirik, yoxsa qlobal bazar? Və biz bunu həmişə həm şəxsi brendinqdə, həm şirkətlərə soruşuruq. Sizin hədəfiniz haradır? Yerli bazar, qlobal bazar. Çünki yerli bazarda kontentlər tam fərqli olacaq məzmunlar Azərbaycan dilində və bəzən ay ərzində 1-2 dəfə bu yeməyə duz istiyot qatmış kimi trendlərdən istifadə etmək olar, amma Azərbaycan dilində ki, xarici izləyicilər bizim səhvə çox gəlməsinlər. Çünki bu çox olur. Bizdə TikTokerdə də var, influencerdə də var ki, ingilis dilində, yəni trend videolar çəkirlər və bir müddətdən sonra görürük ki, 50 min izləyicisi var idi, oldu 100 min. Necə baş verdi? Çünki xarici izləyici gəldi. Əslində bu bot fake deyil. Yəni bizdə anlayır ki, bu səhifədə bot fake izləyicilər var, yəni robotlar var səhifədə. Bəs elə deyil. Gəlir Pakistanlı, nə bilim Avropalı, Hindistanlı ki, məsələn filan kəs bir trend video çəkib, mən bunu izləyim. O artıq baxmır da, Əlidir, Vəlidir, Johndur. O baxır ki, bu trendi kim yaxşı çəkib? Hansı ölkədə fərqi yoxdur. Çünki ingilis dilindədir və o başa düşmür. Başa düşür. Amma Azərbaycanla o trend videonu çəkəndə o başa düşür və biz onu istəmirik. Niyə? Məsələn, mən influencer blogerəmsə, mən yerli bazarda auditoramı hazırlayanda artıq mən şirkətlərlə işləyə bilərəm burada. Amma mənim səhifəm artıq xarici izləyicilər olsa, mən gərək qlobal bazarda işləyim. Belə bir dəfə case olmuşdu. Bir rəssam idi Azərbaycanlı, 25 yaşında. 500 min izləyicisi vardı. Və o qeyd etdi ki, mən bəs burada yerli oyal, bir də off-site əməkdaşlıq etdim. Bəs qələm, nə bilim karandaş, nə ki mənə lazımdır rəssamlıq üçün aldım. Paylaşdım, video izlənmədi. Çox az izləndi. 5000 izləndi. Halbuki yarım milyon izləyicisi var.
Və mən səhifəsini analiz edəndə gördüm ki, məşhur futbolçular Cristiano Ronaldo, Messi və yaxud filmlər çıxmışdı, Oppenheimer, Barbie və onları çəkib və videoları 20 milyon izlənir. Viraldır, qlobaldadır. Çünki yağlı boya kimi rəssamdır. Mən ona qeyd etdim ki, sən artıq xarici bazara fokuslan. Xarici bazarda qlobalda olan karandaşdır və yaxud digər sənə lazım olan alətləri ala bilərsən. Elə də oldu. Yəni daha çox tanınmış brendlərlə onda deyirsiz çalışsın. Yəni çünki artıq ondan çox qlobalda. balaca idi belə deyək. Yox, çünki Oyalın auditoriyası Azərbaycandır. Qlobal daxildir. bazar axı Oyalı tanınır, qlobalı tanıyır. Ona görə artıq səhv istiqamətə getdi və indi artıq üzərində işləyir. Yəni bu bir növ brendinqdir. Yəni biz ilkin başda biz seçməliyik ki, bizim brendimiz yerli bazar üçündür, yoxsa qlobal bazar üçün. Çünki bu кейslər çoxdur, bu vəziyyətlər bizdə olur. Məsələn, Nüsrətlə Cezene Burak hamı tanıyır qlobalda, amma Türkiyədə indi tanınırlar. Çünki onların hədəfi qlobal bazar idi, yerli bazar deyildi. Lüks həyat yaşayanlar, daha zəngin insanlar və fikir verirsə onların müştəriləri, yəni tanınmış şəxslərdir. Ora adi bir burdan kimsə getsin, hə mən Nüsrətin kafesinə bir dənə ət yeməyə gedirəm. O deyil də. Artıq onlar indi başladılar tanınmaq və onların hədəfi o idi ki, mən qlobal bazara çıxım. Məsələn, bizdə Çağayev də bunu etdi və biraz insanlar qınadılar. Bu nədir? Oynayaraq rəqs idman olar. Əslində yenilik idi. Məsələn, idmanda belə oynayaraq konseptini vermişsə və onun emosiyaları çox maraqlı idi. Bəli. Həm də onun strategiyası qlobal idi. Çünki niyə? Fitness proqramıdır. İngiliscə bunu sata bilər. Hazır proqram yazacaq və deyəcək ki, bunu evdə də edə bilərsən. Yəni uyğundur. Onlaynda da sata bilər. Yəni orada olmasa belə. Bəli, qlobal bazar üçün uyğundur. Video çək göndərə bilər, resept göndərə bilər ki, bunları et, qidada bunu istifadə et. Bu uyğundur. Məsələn, indi Çağayevi indi başladılar tərifləmək. Bizi fəxr edirik Özbəkistanda, Qazaxıstanda, Türkiyədə, Dubayda maşın hədiyyə etdilər, ev hədiyyə etdilər və artıq insanlar ki, hə, uğurlu insandır axı, biz onu dəstək olaq. Amma halbuki əslində heç bir mənfi hərəkət etmir, cəmiyyəti mənfi istiqamətə yönləndirmir, əksinə daha sağlam həyata yönləndirir. Sadəcə hədəfi o idi və hədəfinə də çatır. Bir şey mənə maraqlıdır. Burada məsələn Çağayev bunu edəndə, məsəl üçün mütəmadi olaraq biz görürük ki, sosial mediadan reklamlar gedir ki, siz bizə müraciət edin, biz sizə düzgün strategiya, biz sizə düzgün yönləndirmə, yəni bizdən gəlin keçin də. Mənə elə gəlir ki, Çağayev heç kəsə müraciət eləmir. Hərçəm o tərəfini bilmirəm. Amma insan öz içində naturasında nə varsa, yəni içindəki həqiqi mənindəki nə varsa, onu üzə verirsə, düşünürəm ki, orada uğurlu olacaq. Əslində Çağayev bunu göstərmişdi də, yəni mən bunu belə görürəm. Amma indi axı bizi qəlbə salmaq istəyirlər. Sən başda bu sözüdür, sonra bu sözüdür, axırda bu sözüdür. Alqoritm bunu belə tutacaq. Bu necə işləyir? Həqiqətən budurmu? Yoxsa biz doğrudan peşəkarlara oxumalı, bunun üçün bir təlim, bir kurs keçməliyik? Mən bir növ buna bazar araşdırması deyirəm. Çünki bu da bir biznesdir. Bazar araşdırması əlimizdə olmasa bizim üçün çətindir. Çünki mən bilməliyəm, bazarda tutalım, mən sosial media məsləhətçiyəm, mütəxəssisiyəm, mənim kimi neçə nəfər var? 10 nəfər. Okay. Onlar necə paylaşım edirlər, nə vaxt paylaşırlar, nəyə fikir verirlər, geyimi necə geyinirlər, danışığı necə edirlər. Hər şeyi analiz edəndən sonra artıq mən deyirəm ki, hə, mən bir öz tərzimi yaratdım. Artıq bir yolum var. Amma bizdə axı belə deyil, bizdə pərakəndədir. Hə, mən də bir dənə Instagramda səhifə açsam, mən də başlayım. Yəni hər hansı bir biznesin strategiya olmadan uğurlu olma ehtimalı, mən bilmirəm, bəlkə 100%-dir də, düzdür? Yəni strategiya olmalıdır. Amma strategiya olmalıdır, amma yəni siz deyirsiniz ki, strategiyası olsun, amma necə olacağını axı əvvəldən bilmir insan. Məsəl üçün necə çıxış edəcək, necə deyəcək? Bunun strategiyası olmadan necə bilinsin? Olsun ki, daha sonra aydın olur. Burada indi sosial şəbəkələr niyə belə işləyir? Alqoritm, yəni rəqəmlər psixologiyası. Mən həmişə üç tərəfdən gedirəm. Rəqəmlər psixologiyası, insan psixologiyası, bir də rənglər psixologiyası. İnsanlar adi rəqəmlərdən hesablayır və sosial şəbəkələrdə belə işləyir. Yəni proqramlaşma sadə alqoritm dilidir. Məsələn, videomuz 1 dəqiqə ərzində 10 dəfə izləndi, 1 saat ərzində 100 dəfə izləndi və alqoritm hesablayır o da, hesablama maşını ki, demək bu video normalda videolar 1 dəqiqədə məsələn 5 nəfər izləyir o izləyicisinə görə, amma burada 10 nəfər izlədi. Aha, 1 saat ərzində 100 nəfər izləyir və alqoritm hesablayır ki, bu daha yaxşıdır və daha yaxşı videodur. Viral olmaq üçün artıq alqoritm özü hesablayır. Yəni sadə dillə hesablayır. Məsələn, səhifələrin spama düşməsi də belədir.
Məsələn, 1 dəqiqə ərzində biz 5 rəy yaza bilərik. Və bunu insanlara gələn deyir ki, mən smayliklər qoyuram axı 5 dənə reelsə. Deyirəm ki, məsələn, tutalım ki, bir mövzu görmüsən bir xəbər saytında, sən ora rəy bildirmə müddətin nə qədərdir? Ən az bir 5-10 dəqiqə fikirləşməlisən də. Deyir ki, hə, düz deyirsən də. Çünki alqoritm də elədir. Yəni onu insan yazıb ki, alqoritm proqramda yazılıb və 1 dəqiqə ərzində insana 5 rəy yaza bilsin. Çox yazsa spama düşür səhifə. Yəni əslində sistem özünü qorumağa çalışır. Bunu bizim həmişə lore dilinə izah eləməyə çalışıram. Çünki proqram hissəsi həmişə fərqli olur. İnsanlar qarışdırırlar. Məsələn, bu otağa 5 nəfər yerləşir. Biz bura 50 nəfər yerləşdirsək nə baş verəcək? Hamı narazıçılıq, otaq istidir, başqa otaq verin bizə, ayaq üstə qalmışam və narazıçılıqlar başlayır. Və sistem bir növ bizdən, yəni mən başqa bir istifadəçiyəm, mən də Instagram işlədirəm. Mənim sistemim donmasın, səhifəm donmasın. Ona görə də qoruma edir ki, tutalım başqa bir səhifədə spama düşsün və sistem qorusun. Başqa istifadəçilər bundan əziyyət çəkməsinlər. Okey, yəni əslində alqoritm sadə riyazi hesablamalarla işləyir və Necə ki, bax, sadə riyazi hesablama nə deyirik? Məsələn, yazılıb ki, amma baryerlər var da, yəni ki, qoruma şəklində. Alqoritm sadəcə tutalım deyir ki, siz gün ərzində tutalım bilinməyən alqoritmlərdən gün ərzində 20 story paylaşa bilərsiniz. Məsələn, siz 21-ci story-ni paylaşanda sizin səhifə düşür spama. Yəni bir növ sistem özünü qorumağa çalışır ki, siz bunu davamlı etməyəsiniz. Çünki sistem elə bilir ki, yəni siz üzr istəyirəm bot kimisiniz. Yəni bir robot onu edir. Yəni insan axı düşünür, amma robot düşünmür. O onu elə qəbul edir, çünki onu da yazan bir insandır. Yəni insan yazıb ki, orada məsələn də adi riyazi hesablama necədir? Məsələn 0 kiçikdir, bərabərdir 1-dən. Yəni 1-ə də bərabər olsun, həm kiçik olsun. Burada prinsip eynidir. Yəni yazdığı rəylər tutalım S hərfi qoyur. S hərfi 20-dən böyükdür bərabər. Yəni 20-nin olsun, 21 onda artıq həmən adam story paylaşa bilməsin. Və o indiki vəziyyət də belədir ki, insanlar bir növ aclıq hiss edirlər. Və artıq bu trend niyə görə reelslər trendir? Çünki insanlar bütün informasiyanı tez bir zamanda da, yəni mənim az vaxtım var, talım marşrutdadır, yolda gedir, tez-tez sürüşdürüm, swipe eləyim və reelslərə baxım. Artıq bu trend yaranıb. Yəni bu bizdə belədir, qlobal belədir və ona görə biz o qlobal trendə uyğunlaşmalıyıq ki, bizim videolarımız qısa şəkildə olsun. Amma burada bir sual çıxır ortaya ki, bütün sosial şəbəkələrdə xeyr. YouTube tam fərqli bir formatdır. YouTube'da hamı komfort, rahat bir zonada oturmuşam, açım bir podkast izləyim, bir film izləyim. Çünki oranın auditoriyası fərqlidir. Oranın insanları bir rahat zonadadır. Axşam gəlmişəm, bir açım bir podkast izləyim, bir seriala baxım. Yəni işdə oturub seriala baxamızıq 2 saat vaxt var. Amma bir reelsə baxa bilər də 30 saniyə. Düzdür. Məsələn, mətbəxdəsənsə, mən özümdən götürürəm. Siz dediniz, indi mənim ağlıma gəldi. Mən misal üçün mətbəxdəyəm, bilirəm ki, 2 saatlıq burada işim var. 2 saatlıq işimi burada görmək üçün mütləq şəkildə YouTube-da böyük bir video axtarıram. Ya böyük bir video, ya böyük məsəl üçün 2 saatlıq musiqi axtarıram. Yəni uzun saatlıq, hətta kino da axtarıram. Hətta kino da axtarıram orada ki, hansı ki bu məni bu 2 saatımı tam təmin etsin. Amma ki həqiqətən yolda da olanda tez indi bu dəqiqə bizə nə bilim hansısa yerə axtarmaq lazımdırsa, indi bu dəqiqə bir neçə yerdən onu axtarsan. Baxın, burada bu izləyicilərimiz indi bizi izləyirlər. Siz dediniz ki 20-21 biz Instagramdan danışırıq da, indi hazırda Instagram storylərlə danışırıq. 20-21 Instagramda hər gün story qoymaq nə qədər aktuallığı artıra bilər və yaxud da düzdür, düz deyil. Misal üçün adətən bir video 2 reels qoyulur, bir video 3 reels qoyulur. Yəni bu reelslə videonun qoyulmasında nə kimi belə yardımcı olur ki, az qoyaq yoxsa çox qoyaq? Çalışmaq lazımdır ki, burada yenə də məsələn bunu çox adam bizdə qəbul etmirlər. Deyir ki, biz zavod kimi hər gün reels paylaşmalıyıq. Mən onun əleyhinəyəm. Bu insanlara görə dəyişir. Çünki biz davamlı paylaşa bilmərik. Çünki zavodlarda məsələn robotlar necə işləyir? Bütün maşınlar, robotlar müəyyən qədər işləyir və 6 aylıq anbarlarında onların məhsulları var. Məsələn pandemiyada gördünüz, bütün şirkətlər çıxdı danışdı ki, narahat olmayın, bizim 6 aylıq 1 illik stokda anbarda məhsullarımız var. Narahat olmayın, bitməyəcək marketlərdə. Amma biz insan olaraq məsələn tutalım mən növbəti həftə və ondan 2 həftə öncənin reelslərim, kontentlərim var, çəkib hazır anbarımda saxlayıram ki, paylaşa bilim və depressiyaya düşüm ki, ayda kontentim yoxdur, reelsim yoxdur da. Amma bunu hər kəs edə bilər, xeyr. Çünki elə adam var işləyir, ikinci iş kimi Instagramda paylaşmır və yaxud digər sosial şəbəkədə. Burada artıq biz planlı etməliyik. Tam həftədə indi Instagramın o quran mossarədir ki, minimum 3 reels olmalıdır. Amma poster
sizdən asılıdır. 1 də ola bilər, 2 də ola bilər. Amma indiki növbəti son 2 ayda artıq trend olaraq posterlər o qədər izlənilmir. Yəni insanlar baxmırlar ki, mən niyə oxuyuram? Artıq insanlar tənbəlləşiblər. Məsələn, kitabları da artıq çox insan baxıram, mən oxuyuram, amma görüm çox insan dinləmək istəyir ki, mən niyə oxuyuram? Niyə özümə əziyyətə verirəm? Yolda gedirəm, kimsə mənim üçün kitab oxusun. Yəni insanlar tənbəlləşdiyi üçün ona görə biz reelslərə qaçmış mən buna oluruq. tənbəllik də deməzdim. Məsəl üçün mən özüm kitab oxumağı sevmirəm, amma kitab dinləməyi sevirəm. Çünki demirəm mənim ona vaxtım yoxdur. Mən onu oturanda oxumağı yuxu tutur məni. Nəsə baş verir və mən onu oxumuram. Amma mən yolda gedəndə sakitdə heç kəs olmadı. Qulağımda qulaq asanda ona, mən onu daha çox başa düşürəm sanki. Ona görə bu mən tənbəlliyimdən deyil, halbuki mən 7/24 aktiv, yəni iş həyatında olan adamam. Sözünüzü böldüm. Sadəcə bu tənbəllik, yəni pis, yaxşı mənada. Yəni məsələn mən də tənbəl insanam. Hər şey istəyirəm ki, tutalım nəsə səhifədə, məsələn mən səhifədə avtobot quraşdırmışam. Mən olmayanda sual yazanda bot mənə yerimə cavab verir. Bir növdə avtomatika mənçəm o tərəfdən. Çünki komfort istəyirəm ki, niyə mən işləməliyəm? Mənim üçün robot işləsin də mən o tərəfdən yanaşam. Ona görə əslində tənbəl olmaq əslində pis şey deyil, əslində yaxşı bir şeydir. Tənbəllik variantlar gətirir insana. Əlbəttə, yəni boş şirkəti səhifəmiz açılan verilmiş ki, mən işçilərin maaşını hər ay artırıram. Qazancımın demək olar ki, 60% maaş artımına verirəm. Çünki işçilər xoşbəxtdirlər və hər ildə onların maaşı qalxır. Mənə yeni ideyalar gətirirlər və 75% işçilərim tənbəl deyilsən, səhv etmirəmsə, statistik rəqəmləri yanlış deyə bilərəm, tənbəl insanlardır və mən də məsələn studiyada və iş görəndə həmişə açıq danışıram. Deyirəm ki, tənbəl insanları mən sevirəm. Çünki tənbəl insan yenilik gətirəcək. Bu universitetdə seminarlarda həmişə qeyd edirəm. Sual verirəm tələbə. Deyirəm ki, bu təyyarə icad olunub, maşın icad olunub, velosiped, nə bilim, soyuducu maşın kim icad edib? Düşün, hansı alimdir, bilmirik, hansı alimdir. Deyirəm, alim deyil. Tənbəl bir insan yuxudan durub ki, mən buradan getmək istəyirəm Sumqayıt. Necə gedim? Bir dənə velosiped icad edib, biri maşın eləyib. Yəni əslində o tənbəl insanlar edib. Yəni Çində də indi icad olunan yeni alətlər hamısı tənbəl insan. Oturub orada Çində hansısa bir kəndində oturur onu icad edir və kimsə onu götürüb patentləşdirir və baha qiymətə satır. Sadəcə belə deyək, biz o trend odur hal-hazırda qlobaldır. Yəni biz müəyyən insanlar ola bilər ki, tam Azərbaycanda ki, deyir ki, yox, mən reelsləri çox izləmək istəmirəm də. Amma %99 hamı bu yoldadır. Yəni kimsə deyəməz ki, mən reelslərə swipe eləməyim, bir dənə reels oturum, tam izləyim. Amma biz çalışmalıyıq ki, ilk başda hook deyirlər. Yəni ki, qırmaq da, yəni qarmaq ki, mən bu qarmaqdan saxladım. Tamam, mən deyirəm ki, bu gün sizə 2 pulsuz proqram verəcəm və yaxud deyəcəm ki, 2 pul qazanmaq haqqında. 2 üsul var, pul qazan, onu deyəcək. Yəni o artıq pul qazanmaq və rəqəm məsələsi vardır. Yəni məsələn biz son bir şirkətə işçi gələndə dedik ki, bu bir ilin işçisidir, biraz elə pişsin, işləsin, baxarıq da. Amma 10 ilin işçisi onu deyir ki, 10 ilin mütəxəssisdir, çox yaxşı xarakteri var, işi vaxtına təhvil verir. Biz artıq onu başlayırıq bir növ qorumağa ki, narahat olun, bu yaxşı insandır da. Yəni bir növ bunda da həmən vəziyyətdir. Yəni biz burada rəqəmləri işlətməliyik. Tutalım mən desəm ki, bu gün pul qazanmaqdan danışacağam. İnsan psixologiyası qayıb ki, yəqin bir dəqiqədən uzun danışacaq nəsə, bunu swipe eləyim, keçim növbətiyə. Amma mən desəm 2, yəni ki, 2 də 1-2 tez bazar nəsə danışacaq, çıxıb gedəcək. Ona görə əslində o rəqəmlər bizi idarə edir. Yəni biz deyirik ki, bu gün pul qazanmaqdan danışıram. 1-2 deməliyəm, bəli. 2 yolunu deyəcəm, 3 yolunu deyəcəm. Daha az olsun, daha az, bəli. Çünki biz rəqəmlər bizi idarə edir də. Yəni məhdudlaşdırırıq da əslində biz beyində danışan kimi. Bəs onda belə başa düşürəm ki, videonun indi də aktualdırmı? Məsələn, 59 saniyə, 58 saniyə olması, yoxsa o da ümumiyyətlə daha qısalmalıdır? Mövzuya görə dəyişir. Yəni elə mövzu var ki, qısa şəkildə deyilməli. Bəzən bilməyəndə şəxslər daha çox informasiyanı tam verməyə çalışırlar. Biz çalışmalıyıq ki, bəzi şeyləri oradan saxlayaq. Tutalım ki, hansısa sözləri oradan çıxardaq, hansısa cümləni oradan çıxardaq ki, insanlar ki, biz filan şey deməyəcək axı, gəlsin rəydə yazsın da. Bir növ qızıq yaradırıq, bir növ insanlara istəyirik ki, oyadırıq da ki, oyan bir bax gör mən nə danışıram, bəlkə mən nə səhv deyirəm. Bəzi şeyləri orada biz itirməliyik ki, bizimlə danışsınlar. Çünki bizim zaten orada videonun izlənmə səbəbi odur ki, adam bir dəfə izləsin, 2 dəfə izləsin, baxsın görsün ki, mən burada nə məlumat götürdüm. Çünki burada faydalı məlumat məsələsi var da. Ona görə videonun izlənməsi üçün biz çalışmalıyıq ki, insanlar gəlib bizə rəy yazsınlar. Nəsə qalsın orada ki, bəs siz bu 2 cümləni dediniz, bəs bu da var axı. Artıq ki, bəli var, bəs biz onu
o artıq rəylərdə danışmaq lazımdır. Çox qəribə hallardan biri də budur ki, misal üçün mənim özümün ten sahəsində 2 dənə səhifəm var. Mən onlar video yerləşdirəndə axşam deyim ki, 9-dan 10-dan sonra eləyirəm. Özüm eləyirəm onu. Tez orada açar sözlər falan yazıram. Bir səhifədə baxıram ki, çox yaxşı baxış gəlir. Çox yaxşı dediyim baxış real 2000-3000 baxışdan söhbət gedir. Digərində isə az baxış gəlir. Və bu ancaq Instagram üçündür. Amma YouTube-da baxıram ki, bir video, например, bir video 5000, 10000 izləməsi var. Digərində 8 izləməsi var. Halbuki eyni videodur. YouTube Shorts-da, hə? YouTube Shorts-da. Tamam. Biri təzə kanaldır, biri köhnə kanaldır. İndi bu arqumentlər də var, bilmirəm nə qədər təsirlidir yoxsa yox. Mən yenə də hər ikisində həmişə eləyirəm. 7 sosial platformada, hər iki səhifədə axşam bunların hamısını çalışana qədər paylaşıram ki, eyni vaxtda da getsinlər. Mənə maraqlıdır ki, nə üçün bir YouTube-da bu yığır 5000, digərində isə 5-6 baxış yığır. Yəni məsələ nədir? Content burada da vermişəm, orada da vermişəm. Nə üçün birində belə, birində belə? Yəqin ki, trend mahnıları edirsiniz də, danışıq yoxdur. Əslində çalışana qədər tam danışıq qoyuram. Fon musiqi çalışana qədər ümumiyyətlə qoymuram. Qoysam belə 2-də qoyuram və sözsüz musiqi qoymağa daha çox üstünlük verirəm ki, mənim səsim daha çox getsin. Musiqi isə fonda olsun. Az gəlsin. YouTube-dadırsa, YouTube-da həmçinin trend musiqilərdən, Instagramda da həmçinin trend musiqi qoyuram. Amma misal üçün Telegramda musiqisiz yerləşdirirəm. Ondan sonra deməli TikTokdur. TikTokda da yenə mütləq şəkildə trend musiqi, amma mütləq onun kodu 1 olur. TikTokda zaten çoxdur səs. Orada 1 qoyuram ki, beləçinə getsin. Burada ilkin mərhələ odur ki, biz doğru sosial şəbəkəni seçməliyik. Siz deyirsiniz YouTube Shorts-da, siz daha çox ora fokuslanmalısınız. Orada paylaşımlara diqqət etməlisiniz. Amma burada vaxtla bağlı böyük bir məsələ var. Çünki mən məsələn videolarımı səhər 6-da paylaşıram və insanlar artıq bunu vurma cədvəli kimi əzbərləyib ki, bəsdirində biz səhər onu birinci sizin videonu görürük, bezmiş, amma halbuki izləyirlər. Çünki insan səhər yuxudan duranda ağ vərəq olur və biz ona faydalı, əgər biz danışırıqsa, mən deyirəm ki, insan psixologiyası o insanlara səhər ötürən məlumatları, nahar fasiləsinə qədər belə deyək. Niyə? Çünki biz əgər faydalı məlumat bölüşürüksə, tamam, səhər edirik. Amma yox, hər hansı bir komediya, hər hansı bir mahnı ilə varsa, heç bir məlumat ötürmürüksə, onu çalışırıq ki, axşam paylaşa bilən problem yoxdur. Çünki axşam artıq insanlar bir növ dincəlirlər. Məsələn, Azərbaycan necədir? 12-dən sonra hər kəs nahar edir və artıq hamı yatmaq istəyir, dincəlin. Bir dənə saat 5 olsun, gedim evə və bu insana biz necə faydalı məlumat ötürə bilərik? Onu fokuslanıb ki, mən gedirəm evə, yemək yedim, istirahətliyim, bir YouTube-a baxım, televizorda bir seriala baxım, yatım. O insana biz faydalı məlumat ötürə bilmərik. Amma mən məsələn səhər paylaşım, görürəm yavaş-yavaş başlanır izlənməyə. Çünki səhər 6-da duran var, 7-də, 8, 9 yavaş-yavaş insanlar müəyyən saatlarda izləməyə başlayır və axşama qədər müəyyən bir izləmə gəlib çıxır. Yəni mən paylaşan kimi wow bir effekt gözləməməliyəm də. Mən paylaşdım, artıq 1000 izlənsin, 5000, amma bu ola bilər. Yenə də mövzudan, kontentdən asılıdır. Amma çox insan bunu edir ki, 9-da paylaşıram axşam. Bu yanlışdır əslində. Yəni biz əgər faydalı məlumat ötürürüksə, yəni bizdə bir blog səhifəsi, biz çalışmalıyıq səhər saatda, səhər 11-12-yə qədər, nahar fasiləsinə qədər paylaşaq ki, insanlar hələ yorulmayıblar, yemək yeməyiblər, beyinləri ağ vərəkdir, biz məlumat ötürə bilərik. Çox insan buna ki, kəşf etdiyim vaxtı var, əslində kəşf etdiyim vaxtı yoxdur. Sadəcə bunu hype xatirinə, özlərini izləyici qazanmaq üçün edirlər. Amma müəyyən bir müddətdən sonra həmən insanlar oyanır ki, ayda mən nə oldu? Elə hər gün axşam 9-da paylaşım, videom izlənmir və həmən insan depressiyaya düşür. Ona görə mən deyirəm ki, hər kəs səhər etmək yaxşıdır. Biri 8-də edə bilər, biri 9-un yarısı edə bilər, amma əgər bloqdursa və faydalı məlumatsa səhər izlənməlidir. Bu əsas məsələ. Çünki burada da yəni insan psixologiyasıdır. İnsanlar bu demək olar ki, bütün ölkələrdə belədir. Yəni saat fərqlərimiz var, amma orada da elədir. Səhər aslında hamı səhər nəsə oxumağa çalışır, nəsə öyrənmək. Yəni axşam yorğun kimisə oxumağın kitab oxuya bilər, amma çox azdır. Yəni istisna ola bilər. Bu 100%lik statistika deyil ki, axşam heç kim faydalı məlumat baxmır. Məsələn, mən baxıramsa, mənim kimi 5 nəfər də baxan var. Amma daha çox insan axşam yorğundur və o nə qəşəng komediya çəkiblər. Nəsə bayağı video çəkiblər. Komedik nəsə. Daha çox rahatlıq istəyirlər də. Yəni artıq ona məlumat gün ərzində beyin o gün məlumat çoxalıb deyənə. Əslində mən başa düşdüm sizi. Biz
Çoxlarımız yəqin ki, bu səhv eləyirik biz. Bəli, bəli. Bəs nə üçün yaxşı? Deyim ki, mən yenə də eyni kontent, eyni videodur da. Mən birində də paylaşmışam, digərində də. Nə üçün birində 5000 yığır, birində isə 5 baxış, 6 baxış yığır. Burada nədir? Səhifənin təzə olmasıdır, köhnə olmasıdır. Problem nədən ola bilər? Burada alqoritmlər hər sosial şəbəkədə fərqlidir. Məsələn, Instagramda bir səhifəni artırmaq, yəni izləyicini qaldırmaq, belə deyə auditoriyanı artırmaq çox çətindir. Çünki birinci biz videonu paylaşanda bizim izləyici izləyir. 5 nəfərdir, 10 nəfərdir, birinci onlar izləyir. Onlar əgər bizim video 30 saniyə, yəni də alqoritm rəqəmlərdir. 30 saniyə sona kimi izlənir, deyir ki, deməli Ələmdar izlədi 30 saniyə. O qeyd elədi. 1, 2. Gördü ki, 5 nəfərdən 5 izləsə deyir, aha, yeni izləyiciyə göstərək. Çünki bu yeni səhifədir və biraz da Instagram kömək etmiş olur. Amma 1000 nəfər olanda gərək 1000 nəfər aktiv şəkildə videonu baxsın. O 1000 nəfərdən 50 nəfər baxanda deyir ki, demək izləyicilər passivləşir və yaxud səhifə passiv bir səhifədir. Ona görə biraz Instagramda səhifə izləyicisini artırmaq çətindir. Və davamlı bir şey olmalıdır, bloq olmalı ki, insanlar izləsin. Amma TikTokda belə deyil. Ona görə Azərbaycanda influencer, bloger olmaq istəyən şəxslər birinci TikTok səhifəsinə fokuslanır. Çünki orada sizin video viral olur. Niyə? Çünki izləyiciniz olmasa belə birinci sizi tanıyan adamlara göstərir. TikTokun alqoritmi fərqli işdir. Ona görə orada 50 min, 100 min izləyici yığırlar və sonra başlar həmin auditoriya Instagrama gətirməyə. Çünki biz indi gündəm elədik ki, hər kəsin bütün sosial şəbəkələrdə hesabları var. Və həmin şəxslər gəlin Instagramdan bir hədiyyə verəcəm sizə, orada falan şey paylaşmışam, oradan həm kupon paylaşmışam hansısa yerdən. Daşıyırlar orada və sonra görür ki, Instagramda 50 min izləyicisi oldu. Ona görə hər sosial şəbəkənin öz auditoriyası var. Biz həmişə strateji olaraq soruşuruq. Sizin sosial şəbəkələr hansıdır? Mövzu nədir? Tutalım bir psixoloqdursa biz deyirik ki, YouTube-a vaxt yoxdur. Uzun-uzadı danışmaq, montaj və həmin şəxsdə bir qorxu yaranır ki, YouTube uzun videolardır. Mən onu istəmirəm. Hər şəxs doğru sosial şəbəkəni seçməlidir ki, yəni mənim kontentim hara uyğundur. Məsələn, bu psixoloq ola bilər, dietoloq, fitness müəllimi. Biz həmişə soruşuruq, hansı sosial şəbəkə? Instagram, TikTok indi Azərbaycan bazarında daha çox gündəmdədir. Amma bəzən biz YouTube tövsiyə edirik ki, yəni zaten sizin belə deyək, sahə uyğundur ki, siz danışa bilərsiniz. Çünki uzun mövzular var. Yəni tutalım ki, mən sağlam bədən üçün nələr etməliyəm? Birinci qidadan başlayıram, həkimin qəbulunda olmalıyam, yoxlanışlardan keçməliyəm. Uzun bir prosesdirsə, bunu uzun danışmaq lazımdır. Yoxsa hype xatirinə 30 saniyəlik reelsdə biz deyənmərik ki, bir dənə get bu qidadan ye, sən olasan turp kimi sapsağlam, nə bilim bədən formun əmələ gələcək. Bu olmayacaq. Ona görə biz tövsiyə edirik ki, sizin auditoriya YouTube-dur. Daha çox ora fokuslan. Ona görə hər sahədə fərqlidir. Yəni hər kəs müəyyən bir müddət özünə vaxt verir, paylaşır, görür ki, deməli mənim səhifəm, auditoriyam YouTube-dadır və yaxud bir deyir ki, yox, məndə Instagram-dadır, bir deyir məndə TikTok-dadır. Məsələn podkastlar görürsüz YouTube-da daha uğurludur. Amma reelsdə hər hansı bir dənə orada söz olanda 30 saniyəlik o viral olur. Amma o birislər görürsüz izlənmir. Çünki auditoriya o deyil də. Onlar onu gözləyir ki, 3 saniyədə bizə nə hook verirsiniz, qarmaq ki, tez mən onu götürürüm, call to action bitdi. Qısa elə bir ki, şey kimi deyirəm həmişə, bu məzələr kimi də, yəni dadmaq kimi. Amma YouTube elə bir ki, bir kababdır. Oturub onu uzun-uzadı biz yeməliyik belə. Razıyam sizinlə. Deyim ki, həkimdirsə, bunun neçə sosial şəbəkəsi ümumiyyətlə olsa daha yaxşı olar. Misal üçün Instagramda, TikTokdur, Facebookdur. Facebook gedir aktivliyi yoxsa? Facebook 30 yaş üzəridir. Mən də 30 yaş üzəriyəm. Bu sual da bəzən gəlir. Məsələn, mən çox zaman təlimləri reklam edəndə orada reklam edirəm və oradan artıq mənə şirkət sahibi yazır. Bizdə SMM xanım və yaxud bəy var. O gəlsin sizə təlim. Artıq mən bilirəm ki, 30 yaş üzəridir. Orada yəni belə deyək də köhnə adamlar da hansılar ki, artıq onlar şirkət sahibidirlər, yuxarı vəzifədədirlər və bizə məsəl üçün şirkət isə bizə o şəxslər lazımdır. Əgər reklam ediriksə və yaxud paylaşım ediriksə. Amma orada məsələn mən universitetlərdə, seminarda onda soruşuram ki, hansı sosial şəbəkə işlədirsiniz? Ancaq Instagram və TikTokdur. TikToku da biraz qorxa-qorxa deyirlər. Bilirəm ki, var profilləri. Sadəcə ki, birdən kimsə görər, qrup yoldaşım deyər, sənin də TikTok profilin var. Amma Facebook yoxdur. Təkdir. Yəni 500 nəfər içində 200 nəfər ələn qalır ki, mən Facebookum var, o da elə belə açmışam, nəsə orada qalsın da. Ona görə 30 yaş üzəridir. Yəni biz hər hansı bir videolar paylaşanda daha çox ona fokuslanmalıyıq ki, yəni bizim bu belə deyək, Instagram və TikTokda etdiyimiz risk biraz fərqlidir.
fərqli formatda olsun ki, ora auditoriyası fərqli. Çünki onlar başa düşmür ki, bu nədir? Tez bazar danışdı 20 saniyə başa düşmədim. Nə demək istəyir? Çünki həmin o YouTube auditoriyası biraz da Facebookdadır, bəli. Onda siz deyirsiniz ki, Ələmdar bəy, misal üçün hər platforma üçün ayrıca kontent verməliyik. Misal Olsa üçün, daha yaxşıdır, bəli. necə, misal üçün biz Instagramda verdiyimiz videonu YouTube-a başqa cür verməliyik, TikTok-a başqa cür, amma bir kontent. YouTube Shorts olar, həmən amma bizim YouTube-da axı məsələn podkast kimi videomuz daha fərqlidir. Biz uzun, məsələn mən özüm blog kimi paylaşım edirəm, tam sosial media ilə bağlı 2 faktor və yaxud gələn suallar haqqında da. Görürəm ki, orada müəyyən adam var izləyir. Amma bilirəm ki, çox adam onu izləmir. Mən tez burada Instagramda mənə o acam, mən tez 30 saniyəlik videomu ver, çıxım gedim də. Belə bir strategiyadır. Amma baxıram ki, görürəm yazırlar DM-nə, WhatsApp-ya çoxsan siz filan mövzu haqqında geniş danışmısınız. Oturdum onu izlədim. Nə maraqlı danışmısınız. Çünki bizim auditoriya fərqlidir. Yəni insanların düşüncəsi də fərqlidir. Facebookda tamam fərqlidir. Facebookda bir növ insanlar, yəni deyirəm 30 yaş üzərində onlar bu reelsləri elə tam tuta bilmirlər ki, 30 saniyə nədir, hook nədir, call to action nədir, bu nə çağırış nəyə lazımdır. Mənə bir dənə görüm, sən nə keçirsən, sən təlimçisən, müəllimsən, vəsə bitdi. Amma baxın mən Instagram, TikTok auditoriyası götürəndə topalam harsa 18-35-dir. Çünki daha çox onlar oturublar, daha çox asudə vaxtları var və yaxud subaydılar, ailə yoxdur, daha çox vaxtları var asudə ki, daha çox vaxt keçirsin. Ona görə biz onu tuta bilirik. Məsələn, bu reklamlar da belədir. Yəni biz televizor hər hansı bir verilişdə biz nə reklamı görürük? Ancaq market reklamları, mebel reklamları, hansı ki analar və yaxud nənələr oturur, cehiz axtarır. Çünki biz onu gətirib Instagram, TikTokda versək, amma ki, yox, mənə maraqlıdır. Mən trenddə nə var? Yəni o yaşına uyğun nə varsa onu verməyə çalışırlar da. Ona görə hər belə deyək, radionun ayrı yeri var, televiziyanın ayrı yeri var, Facebookun ayrı yeri. Ayrı olsa daha yaxşıdır, amma biz biraz daha çox biraz yığmağa çalışır. Yəni Instagram, TikTok eyni olsun, reelslər, YouTube Shorts da olar. Amma yenə də fərqlidir insan. Yəni düşüncələri fərqlidir. Bəli. Amma onda belə başa düşürəm ki, məsəl üçün bizim hər gün video paylaşmağımız, məsəl şəkil paylaşmaq, post paylaşmaqdansa, mən düşünürəm ki, hər gün video paylaşmaq daha effektivdir. Baxır sizin vaxtınıza. Çünki hər gün eyni vaxtda paylaşılır. Yox, siz hər gün paylaşa bilərsiniz, amma sizin vaxtınız varmı onu paylaşmağa? Kontent yazıb reels çəkməyə vaxtınız varmı? O da var. Var. Bizdə bazada məsəl üçün biz layihələrimiz var ki, hansı ki biz onları idarə edirik. Deyim ki, 6 aylıq minimum müqavilə bağlayırıq. 6 aylıq bağladığımız müqavilələrdə bizim həmişə bazamızda ondan çox video, 15-dən çox video həmişə bazada qalır. Faydalı videolar, blog kimi yoxsa? Blog kimi. Həm faydalı, orada necədir? Biz orada bölmüşük əslində. Orada həm trend var, trend videolar salırıq, faydalı məlumat salırıq. Sonra məmnunluq salırıq, digər partnyorların məmnunluqlarını salırıq. Yəni orada bunu da bölmüşük. Amma həmişə əlimizdə baza var. Amma biz şəkil post paylaşmaqdansa video paylaşmağa daha çox üstünlük veririk. Çünki artıq trendlər bizə insanların dinləmək istəyirlər. Artıq posterə baxım hər hansı bir. Ola bilər məsələn endirim kampaniya falan bəzən gələ bilərlər, amma daha çox videolarda. Amma burada bir nüans var ki, bu hər şirkət və şəxsdə dəyişir. Yəni hər gün paylaşma ehtimalı. Çünki paylaşma artıq əlində paylaşım olmayanda bir növ depressiya düşür. Hər şey yox, mən bu işi buraxıram, mənlik deyil, vaxtım çatmır, mən öz işimlə elə məşğul olum. Ona görə o depressiyaya görə biz çox şəxs və şirkətlərə tövsiyə edirik ki, hər gün paylaşmayın, planlı. Həftədə ən azı 3 dənə reels paylaşın, ən azı. Amma hər gün paylaşa bilirsə nə gözəl. Amma məsələn bunu Instagramda var, bəzi şəxslər bunu hype xatirinə ki, hər gün 3 dənə reels paylaşın, hər gün reels paylaşın. Bu hər kəsə aiddir. Yəni bunu mən həmişə adi izah edirəm ki, tutalım hər gün hamı eyni mi qida yeyir? Yox. Biri daha çox yeyir, biri az yeyir, biri orta yeyir, biri gündə bir dəfə qida alınır. Bu da elədir. Yəni düşünün ki, biz Instagram bir yemək vermiş kimi ki, insanlar orada oturub, biz onlara həm salat veririk, yemək veririk, su veririk. Bunun kimi düşünmək lazım ki, biz məhsul çıxardırıq. Yəni bu da çeşidləmə dəyişir. Məsələn, marketlərdə necədir? Süd məhsulları həftədə 2 dəfə gəlir, çörək hər gün gəlir, makaron nə bilim ayda bir dəfə gəlir. Yəni düşünün ki, bizim səhifələr hansısa bir marketə, Instagram marketdir və biz belə deyək də şirkətik və alıcılar da bizim izləyicilər. Biz onlara
bizim kütləyə uyğun ki, məsələn mən hər gün bilirəm ki, faydalı etsəm, bunu bir dəfə test etmişdim. Gördüm insanlar sıxılırlar. Çünki hər gün informasiya ötürəndə insan yüklənir. Mənim kimi də bir 10 nəfər ən az izləsə bloq, oyda nə qədər məlumat ötürürlər, yoruldum. Bir həftə uzaqlaşım və biz həmin izləyici itirmiş olaq. Ona görə o balansı saxlamaq lazım ki, biz davamlı məlumat ötürməyə çalışırıq ki, biz hər gün reels paylaşır, bizi izləyin odur ki, yox, vəbşi biraz uzaqlaşın, bəlkə Instagramdan və yaxud TikTokdan. Əslində indi bu korporativlərin birgə bərabər trend video çəkmələri daha çox viral olur deyə düşünürəm. Videonu görəndə istər-istəməz həmin maraqlı gəlir və mən baxıram o videoya. O videolara baxış daha çoxdur. Necə düşünürsünüz də, məsəl üçün artıq işlərimizi ciddi işlərimiz necə belə biraz gülməli, emosional çevirək ki, yəni çünki tək lazım olan yox, lazım olmayanlar da baxsınlar bizim videolara. Bu bir növdə bizim cəmiyyətdən asılı. Çünki cəmiyyətdə insanların psixologiyası necədir? Hamı depressiyadadır. İnsanlar özünü tanımır, öz güvəni yoxdur və bu bizim təsir edir cəmiyyətə, çox təsir edir və görürük ki, videoların izlənməsinə artıq biz baxırıq da, görürük ki, daha çox insanlar komediyaya baxırlar. Artıq biz bilirik ki, deməli bizim cəmiyyət daha çox özünə qapanıb, daha çox belə özü ilə baş-başa qalır və ancaq komediyada özünü tapır ki, mən orada özümü rahatlayıram. Ona görə biz gülməli bəzən də olmalıdır. Biraz da bizdə insanlar düşünür ki, daha ciddi olmalıyıq. Biz şirkətik, biz holdingi. Yəni o gülməli video çəkməklə düzdür, müəyyən bariyerləri, müəyyən bir şeyləri qorumaq olar ki, marka zədələnməsin. Bununla razıyam. Amma müəyyən qədər gülməli olmalıdır. Yəni bunu bir dəfə tədbirdə Talih Yüzbəyev demiş ki, yəni biz də şirkətlərə gedib böyük holdinqə bizi gördük ki, xahiş edirik, videolar biraz daha belə ciddi olsun. Biz də dedik ki, gülə-gülə ki, necə ciddi ola bilər də? Yəni axı bir reklam necə bir ciddi ola bilər? Reklamda bir emosiya olmalıdır, bir komediya olmalıdır ki, insanlara maraqlı gəlsin və o maraqdan biz məhsul satmağa çalışaq da. Biraz bizim psixologiyadadır. Yəni yavaş-yavaş cəmiyyət düzəlsə, yəni düşünərək də. Məsələn, mən rəngli geyəndə insanlar deyir ki, niyə rəngli geyinirsən? Amma əslində rənglər psixologiyası bizi bir növ özümüzü rahatladır. Yəni cəmiyyəti yox, sadəcə məsələn mən özümü neqativ hiss edəndə, problemlər, stres olanda rənglərə baxıb artıq rahat olaram ki, hər şey yaxşıdır. Və bizim cəmiyyətdə rəngli insanı görəndə insanlar hamı baxır. Niyə? Çünki hamı ağ-qaradadır və özünə baxıb o necə deyək, o stresi keçə bilmir. O rəngdə stresi tapır. Beyin ona deyir ki, rəngə bax, stres keçəcək də. Ona görə hamı baxır bizdə rəngli. Ona görə bizdə insanlar belə deyək, çalışmalıdırlar, düşünməlidirlər ki, biz biraz onları necə deyək, reklamlarda və yaxud reels videolar çəkəndə biraz emosional və güləriz olsun. Çünki ciddi videolar çəkərək cəmiyyət yenə də izləməyəcək. Çünki onlar yenə deyirəm, hamı yorğun və əsəbi stressdir və onlar axşam gəlir nəyə baxır? Komediya. Artıq bu bizə bir mesajdır ki, biz də biraz videolarda ona diqqət etməliyik. Gülüş olsun, biraz məzəli olsun, amma əlbəttə yenə də mən həmişə bu söz deyirəm, marka zədələnməsin. Şəxs və yaxud şirkət bunu qorumalıdır ki, mən dəvət etdiyim şəxs kimdir, onu analiz etməliyəm ki, birdən o şəxs hər hansı bir, sən bilmirəm, görmüşdünüz, Qurtlar Vadisi'ndə Ömər Candan vardı, aktyor. O neçə ildə, yəni 10-15 il filmdə çəkildi və hamı onu dindar şəxs kimi tanıyırdı. Və onu bir dəfə spirtli içki qəbulunda görürlər hansısa bir restoranda və ölkə gündəminə düşdü və adam çıxdı, açıqlama verdi, amma əslində verməyə də bilərdi ki, mən aktyoram da, sadəcə orada filmə dəvət etdilər, mən iştirak etdim, amma mən spirtli içki qəbul etməyi sevirəm. Məsələn, sonra Saman yolunda da olmuşdu, o vaxt o 2 dənə var idi, orada da həmən o yaşlı aktyor, o da neçə il Saman yolunda elə bir obrazda oldu ki, yəni dindar insan, içki qəbul etməyən və o hansı ağ paltarda gəldi. Ağ paltarda, hə. Sonra gördü ki, yox, bu da spirtli içki qəbul etmiş. Əslində o seçilən şəxsi araşdırmaq lazım. Çünki sabah kanal da markası zədələndi. Samanyol ki, siz necə adam seçmisiniz? 10 ildir bizi türklər demiş, kazıqlayır.
fərqli. Bizi aldatmısınız. Biz də sizə inanmışıq ki, bu nə qəşəng insandır, dindar insan. Amma əslində elə deyil. Çünki insanlar gördüyü şeyə inanır. Yəni biz nə qədər bir insanı tərifləyək, deyəcək, yox, mən filmdə elə görmüşəm. Bir də bizdə olmuşdu, bir xanım aktrisada 3 filmi ard-arda 18 plus kadrlara çəkildi və cəmiyyət onu üzrüstən pozğun xanım kimi başladı tanımağa və o da çıxdı açıqlama verir ki, mən belə bir xanım, mən aktrisayam, nə bilim, mən təhsilini almışam, sadəcə iş gətirib ki, mən 3 filmi ardıcıl çəkilmişəm də. Çünki insanlar o görüntüyə allanır ki, mən belə görmüşəm, sizi belə tanıyıram. Ona görə sosial şəbəkə bizdə insanlar ondan çəkinir ki, bəlkə bizim statusumuz zədələnər. Ona görə. İndi məsəl üçün rəhbərlərin daha çox çəkilməsi birbaşa bunu elə Emin Ağalırovda da görürük ki, məsəl üçün ancaq öz brendini daha çox inkişaf elətdirir və mütəmadi olaraq sima olaraq görsənir. Bəzi şirkətlər sima olaraq başqalarını dəvət edir, amma bəziləri isə özləri çıxış edir. Mən düşünürəm ki, şirkət rəhbəri özləri çıxış etsə daha produktiv olar. Yox, necədir? Yəni sizin fikriniz buna necədir? Mən də onun tərəfdarıyam. Məsələn, mən də qurduğum şirkətdə də, bir pozitiv şirkətdə mən daha çox özüm çəkilməyə çalışıram videolarda və gələn sual budur. Siz özünüz qurmusunuz şirkəti. Yəni siz idarə edirsiniz, bəlkə kiminsə başqadan var arxa fonda. Deyirəm, yox. Çünki bizim cəmiyyət buna hazır deyil də ki, yəni rəhbər. Çünki burada faktorlar var. Nitq təlimi almalıdır, səlis danışmalıdır, özünü daha rahat hiss etməlidir. Yəni çəkinməməlidir, həyəcan olmamalıdır. Bu da bizim rəhbər şəxslərdə yoxdur əslində. Yəni auditoriya qarşısına çıxış etmək, idarəetmə var, tamam, menecment yaxşıdır, amma insanlar qarşısına çıxış etmək, insanları ələ almaq, onlarla davamlı danışmaq, demək, gülmək bu insanlara yox. Məsələn, Emin Ağalırovun etdiyi gedir işçinin otağını göstərir. Baxın görün necə rahat yaşayır, amma əslində onu bu səmimidir. Yəni insanlar deyir ki, necə ola bilər? Bir rəhbər gəlib öz işçisinə deyə bilər ki, sənin nə qəşəng otağın var, 3 otağın var sənin burada. İnsanlar belə qəribə gəlir və izləməyə çalışır. Yoxdur Azərbaycanda belə bir şey. Əslində rəhbər bu olmalıdır. Yəni insanlar çünki həmişə axtarırlar ki, filan şirkət qoy bir dənə rəhbərin görüm kimdir, axtarırlar. Tapandır ki, hə bu şəxsdir, hə nə qaşqabaq adamdır. Elə görür axı sosial şəbəkədə. Amma realda mən heç belə təsəvvür etmirdim. Çünki insan psixologiyasıdır. Yəni ilkin nə görürsə onu qəbul edir ki, bəzən bizdə o deyir ki, suyu şirin gəlmədi. Bu bəyənmədim bunu. Mən əsas suyu şirin gəlmədi. Mən ünsiyyət qura bilmərəm də bu şey. Enerji ala bilmərəm. Ona görə bizdə rəhbər şəxslər əslində gələ bilərlər sosial şəbəkəyə. Sadəcə onların indiki vəziyyətdə çəkindikləri budur ki, nitq təlimi ala bilmirlər, amma nitq təlimi almalıdırlar, səlis danışsınlar. Bir də auditoriya qarşısına rahat çıxış edə bilsin. Yəni utanmasın ki, mən kostyumda olmasam, yəni heç kim mənə pis baxmır ki, kostyum həmişə geymiş. İndi smokingdən çıxıb da. Bəs çox görürük ki, məsəl üçün bu blogerləri, nə bilim, falan food bloger, o bloger, bu bloger dəvət edirlər sənin kontentini o reklam eləyir və yaxud da hansısa bir müğənni, rejissor sənin işini reklam eləyir. Bu necə dəyərləndirilir? Məsələn, bu doğrudur yoxsa yanlışdır? Gəlmələri. Deyim ki, aktyor gəlir, bizim reklam eləyir, çıxır gedir. Bayağı bir kanallar da alır və çıxır gedir. O da bizdə əslində influencer marketinq olaraq əslində yanlış yoldadır. Niyə? Çünki Avropada, ABŞ-da necə işləyir influencer marketinq? Şirkətlər həmişə promo kod verir. 5%, 7%. Yüksək faiz vermirlər ki, yəni məsələn tutalım bir məhsul $100 alanda 5% endirim verir sizin izləyicilərə və sizə də tutalım ki, hər satışdan 5%, 10% verəcək. Və influencer artıq özünə bir məsuliyyət hiss edir ki, mən həqiqətən tutalım mənə bir kompüter, laptop veriblər, mən həqiqətən bunu işlədim və bunun müsbət və mənfi cəhətlərini qeyd edim. Amma bizdə necədir? Influencer Mac işlədir, Apple işlədir, amma deyir ki, mən Lenovo işlədirəm və orada sadəcə bir dənə orada yazı yeri düşür. Amma gündəlik həyatında onu işlədir, yox. Və insanlar artıq inanmırlar blogerlərə və demək olar ki, effekti yoxdur. Çünki nə qədər üzdə görünsələr də, nə qədər çox izlənmələr gəlsə də insanlar inanmır. Məsəl üçün bu çantam da var. Çantam bir xanımındır, Azərbaycan markasıdır. İndi onunla başlamışıq işləyəm. Mən görüşdə yerində çantanı götürürəm və ona da tövsiyə edirəm ki, elə bir şəxslərə çantanı hədiyyə edin ki, yəni həqiqətən əməkdaşlıq edəndə effektiv olsun. Yəni oradan sizə müştəri gəlsin. Yoxsa influencerə küllü mediada pul verəndə onu bir dəfə videoda göstərir, xalq xətir qalmasın deyə. Çünki bizdə belə bir şey var ki, öz istəklərini bilmirlər. Mənə məhsul gətirsin, mən onu çəkim paylaşım, amma heç bir effekti olmur. Çünki
məsuliyyət yoxdur da. Pulumu almışam, çəkmişəm, məndən bitdi. Mən Əsas işimi mən gördüm. göründüm, deyirlər. Amma məsələ o deyil axı. Məsələ influencer nə deməkdir? Yəni gətirir, cəlb eləyir və bunu satmağa çalışır. Yəni satan var, alıcı da var. Amma bunların arasında bir marketinq olmalı, bağ olmalıdır. Bağ da influencerdir və bizdə əfsuslar olsun ki, bu doğru istiqamətdə getmir və xaricdə bu platformalar var hətta ki, siz müraciət edirsiniz influencer kimi səhifəyə baxırlar və deyirlər ki, tamam və siz oradan şirkətlərə sorğu göndərəsiniz. Onların da orada faizi maksimum 7%-dir. 2%, 5% bu qiymətləri verirlər və biz daha çox məhsul satmağa çalışırıq. Bir növ makler rolunu oynayır da. Aha. Bizim indi izləyicilərimiz üçün nə belə sirli bir şey deyə bilərsiniz ki, siz onca şirkətlərə deyirsiniz. Hansı ki bu sirlidir. Bunu eləyin. Burada bu belə olacaq. Bax, nə deyirsiniz bizim izləyicilərimizə? Sosial şəbəkə düşünün ki, hər kəs azdır və onlara siz videoları qısa şəkildə ötürməlisiniz. Yəni mən 1 dəqiqəlik video çəkmək istəyirəm, uzun video olsun. Mən belə istəyirəm, olmamalıdır. Bu bir növ empatisidir. Yəni qarşımızdakıları başa düşməliyik. Mən qara rəngi sevirəm deyə izləyici qara rəngi sevməyəcək. Yəni yaratdığımız oradakı o personaj obraz elə olmalı ki, insanlar onu sevsinlər. Yəni mən 1 dəqiqəlik video istəyirəm deyə olmamalıdır və kontenti daha qısa şəkildə insanlara mesaj ötürmək ki, baxın 30 saniyə, 10 saniyəlik video ola bilər. Qısa şəkildə biz həmişə deyirik ki, qısa bir mesaj ötürün, o sizə geri dönüş edəcəklər. Onda biz mesajı ötürürük, ardını saxlayırıq, düzdür? Bəli, müəyyən bir, məsələn, xəbəri deyirik, müftədasını demirik də. Bəli. Onda oradan artıq geri dönüşləri gözləyirik ki, bizə. Amma nə var ki, deyirsiniz ki, bu hər videoda bu mütləq olmalıdır. O nədir? Orada məndə bir sxemdir. Geyimdir, fondur, kontentdir, simanın üzüdür. Sima əgər qaşqabaq belə oturursa və necə bizə mesaj ötürə bilər, necə bizə enerji ötürə bilər, həmişə bunu qeyd edirəm. Faktorlar çoxdur orada. Kontentdir, fondur, geyimdir, simadır. Rənglər psixologiyası çox önəmlidir və tünd rənglər, göz yorucu rənglər olmamalıdır. Çünki biz tünd rənglərə çox baxanda gözümüz yorulur ki, bəsdir, telefonu qoyum kənara. Amma biz yumşaq və açıq rənglərə baxanda biz daha çox baxmaq istəyirik və bu elementlərə fikir versələr, videolar çox yaxşı izlənir. Aha. Bəs musiqi necə? Musiqilərdən necə istifadə eləməlidirlər? Musiqilərdə indi yeni bir artıq alqoritm gəlib, sosial şəbəkədə artıq belə yazmalıdır. Music by, məsələn, ya müğənni adı və yaxud şirkət adını yazırlar. Artıq alqoritm bizdən gözləntisi budur və videolarda tələf haqqı gəlmir, müəllif hüququ gəlmir. Müəllif amma trendlərə çalışmalar öz kontentinə uyğun olmalıdır. Məsələn, elə bir trend video çıxıb, məsələn, mahnı çıxıb, mənim kontentimə uyğun gəlir, mən oynamıram. Amma elə bir mövzu çıxır ki, mənə uyğundur. Tutalım, kresloda fırlanıram, nə bilim, loqonu göstərim, şirkətin loqosu. Bu uyğun gəlir, bunu çəkə bilərəm. Amma elə mövzu var ki, uyğun gəlmir. Bir qeyd etdiyim kimi, markam zədələnə bilər, onu qorumalıyam. Amma mahnılar da baxırıq. Bəzi kontentlər olur ki, məsələn, biz hər hansı bir emosional danışırıqsa, sonda fonda bir az bir səslə bir piano səsi gedə bilər və yaxud hər hansı bir trend mahnı istifadə edə bilərik. Bu yəni kontentdən dəyişir. Elə bir kontent ola bilər ki, orada səs effektləri ola bilər, pul işarəsi falan, nə bilim. Bu daha maraqlı gəlir insana, emosional olur da. Və bir növ belə qarışıq etməliyik də. Mən həmişə bunu belə deyirəm ki, bir gün salat yesinlər, bir gün kabab, bir gün pazbaş, hər gün bir yemək yesin. Yəni hər gün eyni yemək olmasın. Bu məsələn futbolca səhifələrini çox görür də. Yəni hamı eyni yemək bişirir. Mən deyirəm ki, bir bəy olaraq artıq bezmişəm də. Hər gün plov bişirirsiniz, yarpaq dolma bişirirsiniz. Fərqli yeməklər bişirin ki, insanları maraqlı gəlsin. Siz restoranlara gedirik əksəriyyətində midovudur, ondan sonra Napoleondur. Əksəriyyətində eyni şirniyyatları verilir. Yəni başqa şirniyyat yoxdur. Dünyada başqa. Biz heç nə icad edə bilmədik, ancaq biz bunları yemək. Burada razıyam sizdən. Vaxtımız çox az qalıb. Bir də ki mütəmadi olaraq deyirlər ki, montaj etdiyim proqramın da çox böyük təsiri var. Bu həqiqətən belədir, yoxsa yox? Məsələn, Final Cut-dır, CapCut-ın ödənişlisidir. Hətta dünənlərim Instagramın qurucuları açıqladı ki, bir başqa platforma var, harda ki onu edirsiniz. Əgər siz burada montaj edirsinizsə, burada sizin videolarınız daha çox aktivlik göstərəcək. Bu həqiqətən belədir, yoxsa fake-dir? Deməli, Instagram bildiyiniz kimi CapCut TikTok'un proqramıdır və siz CapCut-da paylaşdığınız videolar əslində TikTok'da kəşfiyyata düşmə səbəblərinin biri də o proqramdır. Bunu zaten TikTok özü qeyd edir. Amma
Instagram buna qarşılıq olaraq Edits proqramını çıxartdı Edits. mart ayında və Mossari da bunu qeyd edir ki, bəli, hələ ki Editsdə paylaşdığınız videolar keşişdə düşə bilər. Çünki bir növ belə deyək də, orada yəni alqoritmdir. Tam ilkin başda yazılıb ki, orada proqramların da özlərinin bir açar sözləri var da, videolarda məsələn location-ı falan hamısını göstərir. Yazır ki, tamam bu CapCut-dan gəlir. Artıq Instagram ki, okey, mən bunu keşişdə çıxartmayacağam çünki bu CapCut-da düzəlib. Amma Editsdə düzəlib, mən bunu çıxardacağam. Mossari bəli qeyd edilər ki, Edits proqramı Instagramın özündə ödənişsizdir, pulsuzdur. Oradan hər hansı bir hazırladınız, orada artıq paylaşma var, şər. Oradan Instagram paylaşa bilirsiniz birbaşa. Oradan paylaşım etsəniz, bəli, əgər videolar həqiqətən maraqlıdırsa, kontent maraqlıdırsa, bəli, biz kömək edəcəyik, siz keşişdə düşəcəksiniz, daha çox insan izləyəcək. Şans verirlər də. Bəli, şans verir. O da bir növ CapCut-dan insanları uzaqlaşdırır. Çünki artıq Hər öz qlobal bazarına çəkmək istəyir. Bəli. Yəni ki, niyə CapCut-da hamı ayda $10 verib pro hesab işlədir, gəlsin Editsdə pulsuz Əslində işləsin. çox rahatdır ya. CapCut-un ödənişli versiyaları da çox yaxşıdır. Çox gözəldir. İndi Çox Edits gözəldir. çalışır. Edits mən hələ ki işlətmirəm çünki çox funksiyası yoxdur. Yəni istədiyimiz Siz özünüz montaj. onda hansından istifadə edirsiniz? Mən CapCut işlədirəm CapCut hələ ki. Amma Edits bəzən elədim, görürəm ki, hələ tam funksionallığı oturmayıb. Yəni ən azı bir 1-2 il lazım. Çünki CapCut özü də neçə il vuruşdu, çalışdı, pulsuz, axırı gəldi ki, Axırda məndə bütün bəli. funksiyalar var. Onda belə çıxır ki, biz belədir, bunu deyim də, əgər TikToka yükləmək istəyirsə, CapCut-da bunu montaj eləyək. Instagrama, Facebooka istəyirsə, ya da ki bu edit eləyək, belə çıxır. Əslində elə çıxır, amma yenə də düzdür, Edit bunu deyir, TikTokda deyir ki, CapCut-da edit edin. Yəni biz də qalırıq ortada, amma məncə kontent daha önəmlidir. Yəni kəşfiyyata çıxartmasa belə, nə etsə belə, yəni əsas bizim mövzumuz çox asılıdır. Mövzumuz əgər kontent maraqlıdsa, mənə elə gəlir, amma yenə də Mossari elə dedi ki, neçə aydaysa, neçə il belə gedəcək. Yəni Editdə hazırlananlar biz kömək edəcəyik. Eləyək, görək orada nə olur. Mən sizə çox təşəkkür edirəm. Bizim vaxtımız bitdi. Çox sağ olun, minnətdaram. Düşünürəm ki, bir çox suallara cavab tapa bildik. Əsas mən bütün suallara cavab tapdım. Çox sağ olun, var olun. Mən təşəkkür edirəm, uğurlu günlər. Sağ olun.